İnsanın sınıfına koldur bir açıp başını betona vurur. Süreyi yediren bileler. Bir müsibettir. Min nesiyete beraberdir. Ona lazımdır. Elin varsa Ciddi deyirsən sən? sen öyle söylüyorum. Ha, mənim gözüm üstə. Senin gözüne kuzu keserek yapma. Tabii. Gel bir yaxşı iş görək. Gör tanışda bir işte. Нужно подойти поближе. Varsa. Üstü bak. Aman. Özür haber olmasın. Doğrudan. Öyle. Var öyle. Bizdə işdə bir oğlan var. Əlim yanında da özü bugün deyib mənə. Maşını satır. Bəli vəziyyətdədir, bizdə 30 qiymət atır. Ne maşında da? Cip. Düşecek yukarıda da. Deyəm, barına yaxında. Yesin nömrəsi var. Ha. Bir gün bakalım. Abdü. Amma yüksek haber olmasın ha. Hiç arxayla. Ne? Ben Nergiz'e her şeyi demişim, bir şeyden savayı. O bilmir ki biz sizin kardeşinizin yanına gelirik. Ehtiyat elədim, dedim birden etiraz edin. Etiraz mı? Evde de demişim ki Türkiye'ye gelirim. Ola bilsin atam beni yola salmak isteyer. Ona göre bilip plan elədim. Gelip alıp bunu dedim size. Verin Nergiz'e. Nergiz qeydiyyatdan У меня geçer. нет цели. Mən isə uçuşa 15 dəqiqə qalmış gələrəm. Biz Nərgizlə içəridə görüşərik. Oldu, mən hamısını Nərgizə deyərəm. Vəssalam. Nömrələrdən hamısını yazmışam. Sizin zənginizi gözləyəcək. Mənim qardaşım. Слишком далеко. Adı Stanislav. Stanislav Timofeyeviç. Özü sizi qarşılayacaq. Mən уже danışmışım. Все будет хорошо. İnşallah. Ora çatanda mənə zəng eləyin. Təşəkkür ederim. Ofelia xanım, gedək. Gedək. Fuat, bir dəqiqə. Будьте счастливы. Alisa xanım, utandırırsınız ya beni. Bu Kamil müəllimin hədiyyəsidir. Kamil müəllimin hədiyyəsidir. Gəlbi göstərəsin biri. Görmüş olsaydı yəqin deyərdi. Yəqin həqiqətən deyirsən. Oradan buradan söz attım. Gördün mü hiç ne demir. Vəssalam da. Onun ağzında söz qalan deyir. Görmüş olsaydı yəqin ki deyərdi. Şükür. Genel bir tarafta korku yoktu. Ama Yusuf bu İmran'la ne deysen gözleme olur. İşten çıkarttığıma göre ne deysen eləyərik. Alemi qatar bir-birini Allah olsun. Açmasına gəlmək istəyirsən. Fikirləşirəm. Sən belə ara sürürsən. Tələsmə. Gedək görəcəksən. Ты 11 случайно, я тупой. Hazır.
Turkcell'de yeni Digimax tarifi. İndi daha çok internet, daha çok DG ve ekstra gigabaytlar ile rakamsal dünyanı keşfet. Sosyal medya ve diğer tedbirlerde maksimum faydalan. Digimax, senin ritmine uygun. Не достаю, слишком далеко. Binaya xanım, mən buna demişdim. Demişdim ki, Dilarənin ayağı genişliyə çıxan kimi bizə dirsəyini göstərəcək. Demişdi. Düzdür. Ay sağ ol. Bax, acığın tutsa da deyəcəm. Sənin oğlun arvadağız. Həm arvadağız, həm də haramzada. Bəli, haramzadalığı ondadır ki, o Slavik zat tanımırdı. Onu mən aparıb çıxartmışam ora. İndi bugün yediği çörəyə görə mənə minnətdar olmalıdır. Mən Slavikə atmışam, əcəb eləyib atmışam. Onun ucbatından deyib büyünməm, ayağımı çəkə-çəkə yedirəm. Deməli, əziyyətini çəkən mən, səfasını görən Kamil, axırda yenə mən bərnəm oluram. İşten niye çıkarttı? Ne dedi? Adın ne koydu işten çıkarttı? Heç nə demədi. Arvadının əmrini yerinə yetirir. Dilarəni? Bəli, və ona görə deyirəm də, arvad ağızdır. Dilarə, Kamilin Larisa ilə evlənməyinin günahını məndə görür. Ona görə məni görən gözü yoxdur. Oğlum da arvadının sözünlə oturub durur. Günay xala, acığın tutmasın, bir sual verir. Bax sən, niyə 2 gündən bir bizdəsin? Can İmran, olanı deyirəm də. Sənin qardaşın bir dəfə arvadının ağzının üstündən vurub deyibdi mi? Az qələtin elə otur yerində, bu mənim anamdır. Günay xala, sənə ürəyim qurban. Bu deyəsən mənim telefonumda, get gör hardadır. Düz deyirsən. Hardan baxsan sən haqlısan. Mən səndə günah görmürəm. Daha bəsdir. Mən özür verərəm Kamilin cavabını. Günay xala, əysi işə alanda Kamilin o qədər zibilləri var ki, desəm, əlim üzündə qalar. Yer cəhənnəm ol da. Kamilin zibili var. Bəli, Nədir ki? deyim. Dedən. Oğlum, anası qarışıq hamını anladır. Larisa Rusiyaya zada getməyib. Kamil onu neçə vaxtı gizlədi. Larisa Bakıdadır. Doğru sözündür İmran. Vüsal balamın canı üçün deyirəm. Larisa buradadır. Bakıda. Ne oldu? Aslında sən bu davalı kinolarda xoşum gəlir.
Hə? O belə yumruqlu təpili kilolar olur. Etdirəm, xoşum gəlir o. Belə də. Gəl belə eləyik. Gəl gedək düyünü paylayaq. İşimizi qutarandan sonra gedək sənə bir maraqlı kilə Сначала нужно выбрать цель. Nə məsələ? Biri var onu axşam qəşəng cərəmizə tutmaq lazım. Çəksən, sənin danışan vaxtında öyrəm. Yox, özüm ölmüyorum. Allah yiyəsin tapşırığı. Biraz tərbiyələndirmək lazımdır. Qəmərim can, qəmərim. Gedək, gedək. Heç cür başa düşə bilmirəm. Dilarə Kamilə nə yedizdirib ki, bu sirrini anasına, bacısına da demir. Arvadın tapşırığı ilə İmranı işdən çıxardıbsa, və mən Kamildən nə desən gözləyirəm. Bəlkə İmran yalan deyir. Bu boyda yalan olar mama. Musa. Dur İmranı çağır bura. İmran, Ha, gəl bura. Gəl gör mama nə deyir. hadi. İmran, Hacı. nəsə inana bilmirəm. Xətrinə dəyməsin bala. Bu sözü mənim yanımda Kamilin üzünə deyə bilərsən. Deyirəm, niyə demirəm ki? Onda durun gedək. Yox, Binay xala. Mən bunu desəm, Dilarənin yanına deyəcəm. Oğlum məndən düşmənçilik eləmir. Pislik eləyir də mənə. Mən də belə pislik eləyirəm. Əgər razılaşırsınızsa, gözləyin qoy axşam düşsün. Kamil gələndə gedək onun evinə deyil. Dilarənin yanına. Bəli. Nətər eləyik? Dilarənin yanında desə, evdə yenə bomba partlayacaq mama. Bomba partlayır, belə cəhənnəmə partlasın. Dilarənin yanında demək istəmir, belə əcəb eləyir. Gedək Dilarənin yanında da desin. Ayrılacaq, belə cəhənnəmə ayrılsın. Mən nə qədər kürəkən evində qalmalıyam. Vəssalam da. Нужно подойти поближе.
bir anda necə məsələn özü bilmədən bir daha adam başlayırsan Eminem'dən ayrılırsan ki, manata qulaq asırsan da YouTube'da onu keçsin, bu nə dedi? FIFA. Sevda, oradan mənə sürücülük vəsiqəm ver də, tələsirəm. Deyirdim ki, onu səni mağazaya müdür qoyub. Müdür qoyub da. Nədir, müdürün buynuzları olur? Yox, elə bildim səni sürücü işə götürüb. Həm də sürücü, amma sənin sürücü. Necəm sənin sürücü? Mənim maşınımda da. Zarafat edirsən. O boyda zarafat olar. O gün maşının, qızılların pullarını Kamil mənə göndərmişdi, Parizdə. Mən də almadım, geri qaytardım. O da götürüb pulları verib maşını alıb mənə. Çarəm kəsildi, götürməli oldum. Mənə də varmışsan, Yusuf. Nərbinin canı üçün, düz sözüm. Bax, bu yerimi dəyişim gedə şəhərdə Ay, vaxtım yoxdur, vəsiqəni oradan ver mənə. Tez elə. İmran bildi. İmranı görməmişəm, xəbərim yoxdur. Kamil onu işdən çıxartdı. İmranı? Ay qız, vaxtım yoxdur, oradan vəsiqəni ver mənə, tələsirəm, sonra danışarıq. Yusuf. Aycan, Qaddan alır. al da nə deyirəm, amma vəsiqəni ver. Bilet aldıq, vermişəm Nərgizə. Reis gecə saat 1-dədir. Ben başından danışmışam. Kuşanın başımasını gözləyir. Sən Nərgizi tək qoyma. Nə var, çıx, get oda başında gözlə. Gel. Ata geldi. Düşürsen aşağı. Sen git, ben şimdi gelirim. Ne oldu sana? Sen de körer misin? İstemiyorum sen belə fikirli görüm. İstəyirəm ki, həmişə güləsən. Mən səni çox istəyirəm. Kızım yaxşı məsti görək. Ne oldu sana birdən? Kör etmə. Salam kişi. Salamat. Deyəsən bərk küsümsən ha məndən. Mən səndən niyə küsməliyəm? Nə bilim, görürsən ki, gəlmişəm, nə salıq gətirmişəm. Niyə gəlib kömək eləmirsən? Salama da belə dilucu verirsən. Müəllimdəki də nədirsə də başını çıxmır, yerə qoymursan. Bağışladım.
Ne olub ata? Anan bu gün də soru-sual elədi səni. Nə var ata? Yox. Sən kişisən. Çənəni möhkəm saxlamağı bacarırsan. Axşamın xeyir. Axşamın xeyirləri. Nərgisənəm? Yuxarıdadır. Yaxşı, onda mən əynimi dəyişib gəlirim. Nə oldu, sırğan pulunu verdi? Bircə dəqiqə Dilarə. Yox. İmranı işdən çıxardım. Sən nə çəkər? Sırğanın pulunu özüm deyər. Sən bir çay sus, gəlib söhbətimizi davam edərik. Gəlirəm. Dilar xanım, hər şey yerime yenilədi. İcazə verir sizə. Siz nə istəyirsiniz? Gün ortada başılı getdin. Qaydanda da heç nə demədim. Uşağın necədir? Hə, yaxşıdır, çox sağ ol. Peki, yaxşı olsun. Yox, lazım deyilsən, git. Hə, çox sağ ol. Mən gedirəm. Küçənin başında maşın dayanıb səni gözləyir. Narahat olma, mən də sənin olacağım. Nə maşın? Kamil müəllim deyir. Həmin maşın səni aeroporta aparacaq. Adını tapşırıb ki, mən səni tek qoymayayım. Hə, yaxşı, mən gedim. Əynimi dəyişim. Sən də hazırlaş. Çalış, gecikmə. Neden bana böyle yaptın? Hanımefendi, ne oldu? Neden burada ağlıyorsunuz? Temu uygulamasını indirirsem 9.99 manata tablet alabileceğimi söylediler. Ama alamıyorum. Neden? Temu'da asla yalan yok. Bu tablette Android... Hazırlaş, çalış, gecikmə. Ofelia. Qorxursa. Birden evden çıkan da anam görse ne diyeceğim? Boşmaqla get. Düş aşağı zirzəmiyə. Arka tərəfdən çıx. Üsküyümü də ver də. Ver mən aparam aşağıdan ayaqqabılarımı götürərəm. Yaxşı. Hazırla. Maşını dedim. Herkes. Al. Adımı hesap açtım. Valütün hesabını. Neyse ihtiyacın olsa haber ele.
Beni bağışla. Интернет gitti. Ура! Нахуй! Нахуй все это, блядь! Yaxşı ki yadım düşdü. Hə. Gedirsən? Bəli. Get. Yəqin daha bir də qayıtmazsan. Başa düşmə. Neyi başa düşmədin? İmrana şər atıb hələ bir burada qalıb işləmək istəyirsən. Gəlin, gəl. Sözü itin yesinə deyərlər. Çık be. Çık kapını örtü. Çık. Narahat abi. Yine bir iğne üstünde oturmuşum. Ne? İmran işdən çıxartmışsan onu. Bak buna göre narahatım. Salam mama. Salam. Salam. Ayaküstə niye durursunuz oturun da. Hissimdən uçmuram. Oturun ya. Oturun. Niye mama? Təzə mövzu var. Sənə nə eləmişik? Bizi özünə yadı bilirsən. O nə sözdü danışırsan mama? Yalan deyirəm. Yenə nə olub Nə deyim deyim? Səndən söhbətə mən gəlmişəm. Sualın var, məndən soruş. Mama başına dönüm, niye belə salırsan insan? Kamil. Mən sənə nə eləmişəm? Sirrini məndən də gizlədirsən. 33 yaşındayım. 2 yıl önce boşandım. Çocuğum yok. Taşla Ve hayat biraz tek düze gelmeye başlamıştı. Sohbet edecek birine... Ладно так. Gizlədirsən. Allah mama, başa düşə bilmirəm, eylə danışsan. Sözü niyə uzadırsan? Qurban olun, bir başa ne bilim də nə var mı? Yaman sakitsən. İmran, yalan demirsən ki. Mən niyə yalan danışmalıyım ki? Onda buyur de. De, Əziz Xələf arvadı da işitsin. De İmran. De qəhrəman, de. Gücəm, ya, ürəklə. Так, все что лаги, бла-бла-бла-бла-бла-бла-бла. Buyur. Ne diyorsun? Larisa'nın Bakıda olduğunu Mina'ya xalaya demişəm. Özdə bugün demiş. Kamil. Bir dakika. Vesselam. Kamil. Bir dakika söyle.
Durmuş. Ha? Bütün təfərrüatlarımla danış. Harda görmüsən, nətəri görmüsən? Eşidir. Harda görmüşsün? Bir dəqiqə sakit ol. Əli Yusuf abi. Kamil, Larisa'nı yola saldım getdi. Narahat olan şey arasında. Nə var? 10 dəqiqə bundan əvvəl təyyarə qalxdı havaya. Hə, bildim. Çox sağ ol Yusuf müəllim, sağ ol. Bunun davasını çəkməyə gəlmirsən, mama? Hı? Nalama xəbərmə. Suala cavab ver. Bakıdadır Larisa. Öz arvadın deyə özün bilərsən. İstəyərsən göndərərsən, istəyərsən saxlayarsan. Amma bizdən niyə gizlədirsən? Başına dönüm mama, bunun davasını çəkməyə gəlmirsən. Onu nəyə gətirirdin? Əgər səni bu sual maraqlandırırsa, mənim özümdən soruş hamısını açıq deyimlər. Ödü də. De. Bəli. Larisa, Bakıda idi. Çağırmışdım, gəlmişdim, ha? 3 gün qaldı, sonra da çıxdı getdi. Uşağımı görmək istedim də. Gəldilər, 3 gün qaldılar, sonra da yola saldım, çıxdılar, getdilər. Nədir başına dönüm, ha? Mənim haqqım çatmır uşağımı görməyə. Nəsə, bəri vaxt görmə. Tullana nə yamışlara gedirsən, hə? Onları səndən qabaq fariz görüb. Düzdün başınıdır. Ki, mənim oğlum 2 dəfə çağırdım yanıma söhbət elədim. Da o vaxt. Düz 2 dəfə çağırdım yanıma söhbət elədim. Oyuna qoyanmadım. Çünki mənim oğlum kişidir. Səndən fərqli olaraq. İmran'ın size İmran'ın işten çıkarmağımın davasıdır. Size deyip mi neyin üstə çıxarmışam o işten? Ərin deyip var səbəbini. Demisən mi? Nə qədər ara qarışdıracaqsan sən? Sən kimsən ki, burnumu mənim aləmin işinə soxursan? Sən kimsən ki, mənim evimin qulluqçusunu Telmanla üz-üzə gətirirsən? Bunu da deyib mi baba? Yox. Sağ deyib. Nə Telman? Ərindən soruş. Yerli yataqlı hamısını danışsın. Dədə, o Azrəl yarımçıq qalıb. Bunları niyə deməmsən? Mənim ağlıma gəlmədi ki,
Sən ehtiyat tədbiri görüb sonra çıxartdın məni işdən. Bax, orasını fikirləşmədim. 1-0 sənin xeyrinə. Bugün sənin günündür Kamil. De ürəyimi boşaltıb. Uzatma. Arvadını da götür. O yüzden onu koyarsan. Kapı açıktı. Yaşıyor. Gel Qafaq, gel. İmran, Mən gecikdim. İlahi. Ay heçləri sübut edəyəm. Amma Kapı açıktı. Gel. bacını evdən qovmuşsan. Kardeşinin kanına suyan bacın evden babanlar. Üstümüzə qurt yağı sürtüb mələk olmalı. Axır çatdın arzuna. Mama sen ara gelsen. Buna görə bir həftə daha istəyir. Afaq, mənə də gözlə. Sən nəyə görə vaxt istəməsin ki? Şərtə nədir? Oyun olmasa da bilirdim ki. Onları görür. Ama o Erzulam. İşini sordu. Beni götürmüş. Eve gidip mamya ne diyeyim ne deneyim bilmem. Mama da bana okula sual veren başka bir hafta vakti hepsini açıklayacağım. Gələn Əbdüldür. Dilarə qırmışları bir-bir yığılır. Biz yadıq da mamanın qohumlulardı. Ha, gəlin, gəlin. Qoç cəhənnəm olsun, gözüm görməsin onu, gəlin. Gözlə də bizə gələn. Bunlardan başka bir şey lazım değil. Yaddan çıkan bir şey kalmadı. Bence yok. Ana, bunları da koy. Ne? Bu çorapları hava istedi. Bak, nazikdi, yaxşı. Atam harada qaldı? Gələr indi. Çok gecikirsən. Yox, gecikmirəm, amma 5-10 dəqiqəyə çıxmaq lazımdır. Yolu bilmək olur ki.